Axşamınız xeyir, hörmətli Sport Info TV izləyiciləri. Bəli, Azərbaycan derbisi az əvvəl başa çatdı. Oyundan öncə onu qeyd edim ki, möhtəşəm hava vardı, tribunalar tam dolu idi. Bundan əlavə, Peşkar Futbol Liqası oyuna xüsusi hazırlaşmışdı. Futbolçular şəhid övladları ilə meydana daxil oldular. Oyunun 44-cü dəqiqəsində Xudayar təsnifi səsləndirildi stadionda. Bunun fonunda hər iki azarkeş qrupunun şəhidlərin və Azərbaycanın birliyinə ithaf olunan şüarı səsləndirildi. Gözəl mənzərə idi. Ümumiləşdirəsi olsaq, azarkeşlər oyunu kölgədə qoymağı bacardılar. Möhtəşəm hava idi. Azərbaycan futbolunda belə tribunaların olmasına, belə azarkeş ordusunun olmasına ehtiyac var. Ümid edək ki, belə oyunlar mövsüm ərzində bir yox, bir neçə dəfə olur. Oyuna gələsi olsaq, üstün tərəf Qarabağ oldu. Qazanan tərəfdə sonda Qarabağ oldu 2-0 hesabı ilə. Neftçi mübarizə aparmağa çalışdı, amma düşünürəm ki, qorxaq futbol oynadı. Çox sayda texniki səhvlərə, lazımsız top itkilərinə yol verdi. Düşünürəm ki, bir neçə epizodda hətta komandanın bəxti gətirdi. Bəlkə də daha iri hesablı məğlubiyyət yaşana bilərdi. Görünür ki, komandanın maksimumu budur. Mübarizə aparmaq üçün gücü bu qədər idi. Amma məncə komandanın heyətindəki futbolçuların keyfiyyəti daha yaxşı oynamağa imkan verirdi. Abbakardan gözləntilər çox idi, Neftçidə gözləntilərin altında qaldı. Demək olar ki, öz ağırlığını oyuna qoya bilmədi. Ciddi nə eləsə yadda qalmadı. Varqas və Fərəc müəyyən epizodlarda diqqət çəkə bildi, amma komandanın yükünü daşımağı bacarmadılar. Düşünürəm ki, oyun bir qədər sürətli olsa da, amma baxımlılıq baxımından gözlədiyimizi görmədik. Derbi adına layiq bir oyun olmadı. Tempi Qarabağ müəyyənləşdirirdi. İstədiyi məqamda oyuna sürət verib, istədiyi məqamda sürəti azaldırdı. Neftçinin qələbə qazanması üçün münbit şərait idi. Qarabağlı futbolçuların yorğunluğu hiss olunurdu. Chelsea ilə oyunla müqayisədə cəmi 4 əsas heyət üzvü həmin oyunda çıxış etmişdi. Qurban Qurbanov gözləniləndən də daha geniş çapda rotasiyalara getmişdi. Amma Neftçi komandası bu fürsəti də dəyərləndirə bilmədi və Qarabağ mifi Neftçi üçün davam edir. 5 ildir komanda Neftçi Qarabağa qalib gələ bilmir və bu oyunda da bu tendensiya davam etdi. Düşünürəm ki, Neftçinin bu mübarizədə olması üçün daha istəkli olması, daha cəsur olması lazımdır. Yəni belə qorxaq futbolla çətin ki, növbəti oyunlarda da Qarabağ üzərində qələbə qazana bilsin. Ümumiləşdirəsi olsaq düşünürəm ki, Qarabağ layiqli qələbə qazandı. Yəni oyunun yekun nəticəsi ədalətlidir. Hakimlərin bir ciddi səhvi olmadı. İdeala yaxın oyun idarə etdilər, amma mübarizə də istədiyimiz mübarizə deyildi. Futbolçular arasında o döyüş ruhunu meydanda görə bilmədik. Amma azarkeşlər aspektindən baxa bilsək, kifayət qədər maraqlı tribunaları gördük, maraqlı oyunu gördük. Deyə biləcəklərim hələ ki bu qədər. Siz də öz fikirlərinizi şərh bölümündə bizimlə bölüşə bilərsiniz.